16. 10 faizi 140 olan ədədi tapın. 10 faizi özü verib bizə. Bir neçədir? 140-dır. Ədəd bilmirəm neçə olacaq. X faiz təbii ki nə olacaq? 100%. Çünki ümumi ədədi soruşur məndən. Ədədimiz 100% olacaq da. Heç nə. Bu bundan 10 dəfə böyüksə, bu da bundan 10 dəfə böyük olmalıdır. X yəni 1400. Yəni Y variantı. Keçdik o birisinə. 17 bunlar rahatdır. Yəqin hamınız yazmışsınız. 240'ın altta bir hissəsi nə deməkdir? 6 yerə bölüb birini götürmək. Yəni 40. 18 180'in 4'te bir hissəsi nə deməkdir? 184 yerə bölüb birini götürmək. Yəni 45. 19. Almanın tərkibində 40% su var. 150 kilogram almada nə qədər su alır? Şu an nə qədər alma olduğu fərqi yoxdur. 5 kilogramda götürsək onun 40% sudur deyir. 10 kilogramda götürsək onun 40% sudur. 150 kilogramda götürsək onun 40% su olacaq. Yəni 150 kilogram almanın nə olacaq? 40% su olacaq. Yəni 150'nin 40%'ini tapacağım. 40% nə deməkdir demişdik? %40. Və siz xoşlayırsınız. Bunu da ixtisar edirəm. Ona ixtisar edirəm. Onda 4. Belə saxlasam olar 150 ona bölünür. Bir də təbii ki ixtisar edə bilərsiniz. Lazım deyil. 150'nin 10'da 4 hissəsini necə tapıram? 10 yerə bölüb 4'ünü götürürəm. Ona böləndə 15. 15'də 4'ə vururam. 60. Deməli 150 kilogramın içində 60'ı sudur. Yəni C variantı. Əgər soruşsaydı ki bizdən nə qədərsi təmiz alma olar? Bilmirəm necə soruşardı bunu. Susuz alma olar. Ondan neyini? 150'den 60'ı çıxardı. Ətdə olur əsasən bu qurumuş ət söhbəti olur. Onda çıxırıq. Burada qurumuş alma olar, əslində qurumuş almadır. Nəysə yəni burada suyu soruşur deyə C götürürük. Yaxşı. İndi məsələ gələcək yəqin ki. Elə məsələ gələr onda baxarıq. Burada da yenə 60 kilogram su var. 200 kilogram portağalın tərkibində nə olacaq? Yenə 60% su. Kilogram nəymiş? Yəni 200'ün 60%'ini tapmalıyıq da bir sözlə. 200'ün 60%'ini. 60%'də nə idi? %60. Elə heç ixtisara ehtiyac yoxdur. Çünki 200 100'ə bölünür. 200'ü 100'ə bölüb 60'ını götürəcəm. Yəni 2 vurur 60. 120. Bunu ixtisar eləməyin bizdə mənası nə idi? Biz bunu ixtisar edirdik ki bu ədəd məxrəcə bölünsün də işimiz rahat olsun. 200 100'ə bölünür deyə heç də bir də ixtisar eləmirik. Burada 150 100'ə tam bölünmür də siz kəsir xoşlamırsınız deyə ixtisar elədik ki, hə 150 ona bölünür. Belə edeyim kəsirimi. Eyni də onsuz bunlar bir-birinə bərabərdir. İxtisar olunan kəsirlə olmayan kəsir, yəni eyni kəsirdən söhbət gedirsə bunlar bir-birinə bərabərdir. Ona görə burada ixtisar eləmədim. İxtisar eləyib də həll eləsəm yenə cavab 120 alacaq. Alınacaq idi. 21. Burada cavab oldu Y. 20'də. Doğru olmayan bərabərliyi tapın. Bu nədir? Tənasübdür. Biz tənasüb keçmişdik. Demişdik ki, tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Burada da kənar hədlər 3 ilə 2'dir. Orta hədlər də A ilə B. Deməli 3 vur 2 bərabərdir A vur B olacaq. Yəni 6 bərabərdir AB-yə. İndi burada baxıram. Doğru olmayan seçdik. D düzdür. D'ni sildik. Baxın A'ya baxın. Yenə çarpaz vuranda 3 vur 2, 2 vur 6, A vur B, AB. Yenə eyni şey alınır. Düzdür. B'də 3 vur 2, 6. Yenə AB. Bu da düzdür. C'də 3 vur 2, 6. A'nı B'ye vuranda yenə AB düzdür. Amma E variantında ücret alınmış. Ona görə səhvimiz nə oldu? Y variantı. Başa düşdük. Çünki o birlərin hamısında bu bərabərlik alınır da. Kənar hədlərlə orta hədlərin hasilinin bərabər olması alınır. Şərtdə verilən kimi. Bir də bunu da deyim hazır yeri gəlmişkən. 3 bölünsün A'nı belə də yaza bilərəm təbii ki. B bölünsün 2'ni belə də yaza bilərəm, düzdür. Yəni 3 bölünsün A bərabərdir B bölünsün 2. Kənar hədlər yenə 3 ilə 2, orta hədlər AB.
3 vur 2 bərabərdir A vur B-yə. Yəni bu yazılışı unutmayın da. Yəni bu kəsir xətti əslində hansı əməldir? Bölmə əməli, sürəti məxrəcə bölmək. Yuxarını aşağıya bölmək. 22. Yenə eyni qayda. Çarpaz vururam 5B bərabərdir 8A-ya alınmalıdır. Baxıram A variantında alınır. 5B bərabərdir 8A-ya. C variantında 5B bərabərdir 8A-ya. D variantında 5B bərabərdir 8A-ya. 7-də həmçinin. Amma B variantında alınır. Deməli, cavab B variantı. 23. Ay, uzun misal. 23. 2 tam 3'də 1. Götürün bütün. Bölünsün 4'də 14. Bərabərdir x bölünsün 1 tam 6'da 1. 1-2 kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Amma mən burada kənar hədləri birinci vurmaq üçün nə etməliyəm? Təbii ki, kəsirləri qarışıq formaya gətirim. Qarışıq ədəd formasına. Qarışıq neymiş? Düzgün olmayan ədəd formasına. Çünki qarışıq ədəd formasında olan kəsirləri vurmaq olmaz. Birinci bunu düzgün olmayan kəsirə çevirirəm. Eləyir 3'də 7. Neylədim? Bunu buna vurdum. Üstünə biri gəldi. Məxrəclə işim yoxdur. 4'də 14 qalır. X bölünsün. Bu da 6. 1'i 6'ya vururam. 6 üstünə bir gəlim 7. İndi keçdim. Kənar hədlər. 3'də 7 vurulsun. 6'da 7. Düzdür. Bərabərdir. 4'də 14 vurulsun. X-a. 3'ü 6'ya vururam. 18. 7'ni 7'ye vururam. 49. Bərabərdir. 4'də 14 vurulsun. X-a. İndi burada vuruq. Bu da hasildir. Bu x tapmaq üçün nə etməliyəm uşaqlar? 18'də 49'u, yəni hasili vuruqla, digər vuruğa, yəni 4'də 14'də bölməliyəm. Bizə böləndə nə edirdik uşaqlar? Kəssə böləndə birincisi olduğu kimi qalırdı. Bu bölməni eləyirdim vurma. Bunu isə nə edirdim? Tərsini çevirirdim. Yəni 14'də 4. Düzdür? Şimdi ixtisarlarım getsin. 49 ile 14 getdi. 7'ye ixtisar 2. 7. Bu 2 ile 4 de getdi. 2'ye ixtisar 1. 2. Bu 18 ile 2 de getdi. 2'ye ixtisar 1. 9. X bərabərdir. 9'u 1'e vururam. 9. 7'ni 1'e vururam. 7. 9'da 7. Cevap yoxdur. Niye? Nəyi səhv yazdım ki? Baxaq bir dənə 3'də 7. Burada 4'də 14 yazmışam. 9'da 14 olmalıdır burada. Niyə demirsiniz uşaqlar? 9'da 14. Bu da 9'da 14. Bu da 9. Bu da 9. Gəl burasını təzədən yazaq. Görürsünüz necə mənə az şey gəlir. Vaxtımız getdi. 18'də 49. Düz yazıram, ümid edirəm ki. 9'da 14. Tərsinə çevriləcək də. Bir dəfə səhv oldusa füsüday. 14'də 9. 19 ilə 49 ilə 14 getdi. 7'ye ixtisar 2. Bu da 7. 9 ilə 18 də getdi. 9'a ixtisar 1. Burada da 2 düzdür. X da bərabərdir 2, 2'ye vuranda 4. Burada da 7'ni 1'e vuranda 7. 4'də 7. Bəli, cavab var. D variantı. Vaxtınızı aldım. Üzüldü sayın uşaqlar. Görürsünüz, hər kəs səhv eləyə bilir. 24. 2 tam onda 5. Bölünsün 5'də 2. Bərabərdir 3'də 20. Vurulsun x'a. Kənar hədlər 2 onda 5 vurulsun x bərabərdir. 5'də 2 vurulsun 3'də 20'ye. 2 onda 5x bərabərdir. 5 ilə 20 ixtisar geçsin 1. Düz yazmışam, ümid edirəm. 5'də 2, 3'də 20. Hə. Burada 4. 1'i 3'ə vururam 3. 2'ni 4'ə vururam 8. İndi mən baxın ki, bunun onluq kəsi gətirmək olmur. 3'ü nəyəsə gətirəndə 10, 100 min eləmir da. Ona görə gəl bunu çevirim.
onluq kəsri, adi kəsri. 2,5 belə yazım sizin üçün. 2,5 o da eləyir 10,25. Bunu da 5-ə ixtisar eləsəm 2-də 5 düzdür. Yəni bunu yerinə yazdım. 2-də 5 vurulsun x bərabərdir 3-də 8-ə. X də bərabərdir. Nə edəcəm? 3-də 8-i böləcəm 2-də 5-ə. O da birincisi yenə olduğu kimi qalır. Bunu vurum eləyirəm. Bunları da tərsinə çevirirəm. O da eləyir x bərabərdir 15-də 16. A variant. Başa düşdük. Keçdik 25-ə. Nə qəribə rəngdir, dəyişək rəngi. 25-də bu rahatdır. Kənar hədlər 25 vurulsun 4, orta hədlər 30 vurulsun x. 100 bərabərdir 30x-a. Hər iki tərəfi 10-a bölsəm. Özüm qəsdən eləyirəm ki, əliniz alışsın o sıfırları silməyə 3x. X-də tapanda nə eləyirəm? 13-ə bölürəm. 3,3-də 1. Y variant. Çoxlu belə misallar işləyin evdə. Əlinizi öyrəşdirin. Çoxunuz tez-tez misal işləyə bilmirsiniz. Alt-alta vurursunuz, üst-üstə çıxırsınız. 26. Ət bişirildikdə, bayaq dediyimə aid. Ət bişirildikdə öz çəkisinin 70%-ni itirir. Mən ət uşağı alırıq, çiğ ət. Məsələn, tutaq ki, 100%-dir. Bütün əti almışam, 5 kiloluq əti 100%-dir. İndi onu atıb bişirirəm. Balacalaşır da, kilosu azalır. Yəni çəkinin 70% gedir. Necə ətsə bu da. Neçə faizi qalacaq? 30% qalacaq, düzdür? Yəni ümumi ət 100%-dir. Bişməmiş. Yazıram, bax, bişməmiş. Bişən ət nə olacaq? 70% itirsə nə qalacaq? 30% qalacaq əlimizdə, düzdür? İndi mənə deyir ki, 60 kiloqram bişmiş ət almaq üçün bişmiş hansıdır? Bu tərəf. Bişmiş neçə faiz olan şeydir? 30%. Mənə deyir neçə kiloqram? 60 kiloqram ət almaq istəyirəm. Bu 60 kiloqram ət neçə faiz olacaq ümumi ətin? 30% olacaq, düzdür? Çünki bişib axı 30% qalıb. Yəni neçə kiloqramdır? 60 kiloqramdır və 30%. Düzdür? İndi ümumi ət nə olmalıdır? X kiloqram. Neçə kiloqram götürəcəyim bilmirəm. Amma neçə faiz olmalıdır ümumi ət? Təbii ki, 100% olmalıdır. Deməli, müəyyən qədər ət almalıyam ki, 100%lik ət almalıyam ki, onun 70% itib qalsın 30% və bu qalan 30% neçə kilo olsun deyir? 60 kilo olsun deyir. Başa düşdük? Buradan da x tapıram. Düzüm tənasiblikdə bu 2 dəfə azalıbsa, deməli bu da azalıb 100% olmalıdır. Deməli, x-imiz 200 kiloqramdır. Deməli, həqiqətən mən 200 kiloqram ət götürsəm, C variant. 200 kiloqram ət götürsəm, onun 70% itəcək, qalacaq əlində 30%. Və 200-ün 30%-ni tapsaz, həqiqətən görəcəksiniz ki, 60 kiloqram bişmiş ət alınır. 27-ni də yazaq. Alma qurudularkən çəkisinin 40%-ni itirir. Varmış alma qurusu. İndi 40%-ni itirirsə, deməli, ümumi alma qurumamış. Alma 100%-dir. Qurudandan sonra quru alma. 40%-ni itirirsə, uşaqlar neçə faizi qalmalıdır? 60%, düzdür? İndi deyir ki, 60 kiloqram alma qurusu almaq üçün. Alma qurusu deyir. Ona görə nə edirəm? Qurunun altdan yazıram. 60 kiloqram. Nə qədər alma götürmək lazımdır qurumamış? X kiloqram. Düzdür? Yəni 60 kiloqram neçə faizdir? 60% isə görürsünüz. X kiloqramda neçə faiz olmalıdır? 100% olmalıdır. Heç nə eynidir da 100 kiloqram. Yəni B variantı. Həqiqətən 100 kiloqram alma götürsəz, 40%-ni itirib neçə faiz qalacaq? 60%. Və 100-ün də 60%-ni tapsaz görəcəksiniz ki, 60 kiloqram alma qurusu alınır. Faiz məsələləri belədir uşaqlar. Yəni
bir dənə balaca sadə bir faiz misalını düzgün başa düşsəz və onu yadda saxlasaz, istədiyinizi onu dəyişdirib inteqrasiya edə biləcəksiniz. Əzbərləməklə olmur, başa düşmək lazımdır. Heç nə, sağ olun, salamat qalın.